Abla kəndindəyəm. Bu günlərim gəlib bu gözəl vətəni ziyarət eləməkdə. Şəhidlərimizin, qazilərimizin, cənab prezidentimizin, ordumuzun böyük əməyi var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah ordumuzu, prezidentimizi qorusun. Hər birinizə qismət olsun, gəlib bax, gözəl yerləri ziyarət eləmək, gəzmək. Həqiqətən çox gözəldir, gözəl mənzərəsi var. Suları, çayları, meşəsi, necə deyərlər, bütün təbiət öz sözünü deyir də bir sözünü. Bax, gördüyünüz bu yer, mən durduğum bir yer. Bax, arkada olan o dağların ətəyi ilə gəlib çıxmışam düz. Bura ki, burada qarağaç olur, bitkidir, onu yığmaq. İnşallah olar, onu da yığarım. Hər birinizə qismət olsun, gələsiniz, görəsiniz, gör. Bizim nə gözəl yerlərimiz var, gör. Nə gözəl çaylarımız, meşələrimiz, mənzərəsi, Allah, cənnətdir, yəni sözün həqiqi mənasında yaşamalı yerlərdir. Hər birinizə qismət olsun.